Yəni Allah yolunda xərcləmək, Allahın razı qaldığı yollarda xərcləmək. Məsələn, Allah hansı əməldən razıdır? Kasıblara baxmaq. Dilənçilərə paylanmaq. Söhbət yox, dilənçidən söhbət getmir. Məsələn, elə dilənçi var ki, indi həyasızdır, belə deyək də, qaraçılardan da misal üçün. Belə insanlar var, bunlar dilənməklə məşğuldur. Müəyyən belə həyat tərzi odur, dilənir. Ehtiyac yoxdur, dilənir. Yəni işləyə də bilər, əli ayağı yerinə, amma deyir ki, ən asan yol nədir? Elə dilənməklə. Biz bu insanlardan danışmırıq. O insan ki, onun doğrudan da ehtiyacı var. Kasıbdır, tanıyırsan, qonum qonşudur. Yəni Allahın razı qaldığı yolda xərclə. Allah Taala bizə əmr edib ki, miskinlərə, kasıb küsublara düzüm sədəqə verək, düzdürmü? Allah yolunda paylayaq. Yəni o siniflərdən biri kimlərdir? Kasıb miskinlərdir. Qonum, qonşu, qohum, əqraba. Kimsə yedizdirmək, içizdirmək. Allah yolunda xərcləmək, Allah yolunda məscid tikmək. Allah yolunda xərcləməkdir. Hər nəfsə sədəqə. Və valideynlərə baxmaq. Valideyndir. Sən uşaq olanda, körpə olanda və ya həddi buluğa çatanda və müəyyən bir yaşa gedənə kimi görürsən, valideyn sənə görə çalışır, vuruşur, oxudur ki, oğlun böyüsün, bir peşə sahibi olsun. İnsan adam olsun, bir orada deyək də. İndi qocalıq vaxtı, yəni o artıq işləyəsi deyək ki, düzdürmü qardaşım? Artıq bunun kimə ehtiyacı var? Övladın buna qayğısına ehtiyacı var, düzdürmü qardaşım? Sən də bəli, ata-anaya baxırsan, ehtiyaclarını ödəyirsən, qarşılayırsan. Baba, Allah yolunda xərcləməkdir. Valideynlərə baxmaq ən əfsəl ibadətlərdəndir.